İndi sizlərlə belə bir say sistemi sualına baxaq. Deməli, hərflər qeyd edilibdir. Biz bunları sıfırdan başlayıb nömrələməliyik. 0, 1, 2, 3 və 4. Düşünürük ki, 4 hansı say sistemin ən böyük rəqəmidir? Beşlik say sistemin ən böyük rəqəmidir. Onda gəlirik bizdən tələb edilən sözü qeyd edərək indeksinə 5-i yazırıq. Beşlik say sistemi yarandı və istənilən say sistemindən onluq say sisteminə keçərkən biz bilirik ki, sağdan sola doğru sıfırdan başlayıb nömrələmək lazımdır. Bundan öncə mən nəyi qeyd etmək istəyirəm? Yəni bu cür məsələlərdə nə etmək lazım? Tutaq ki, bizə 0 və 1 rəqəmləri qeyd edilir. Həmin bu rəqəmlər necə ki burada ABCD qeyd edilibdir. Bu rəqəmlərdən bir-birin kodunu tapmaq tələb edilir. Sıra nömrəsini daha doğrusu tapmaq tələb edilir. Yenə də hərflər kimi işarə eləyək. 0, 1-lərlə işarələdik. Hansı say sisteminin ən böyük rəqəmi 1-dir? İkiliyin. Keçək ikilik say sistemindən onluq say sisteminə. 1 vurulsun 2 üstü 1, 1 vurulsun 2 üstü 0. Oldu nə? 2 plus 1. Tapdıq nə? 3. İndi biz bunu 1-1 yaradaq. 0-1-lərlə başlayan kodları yazaq. 0-0. İkinci halda 0-1, 1-0 və 1-1. 1-1-in sıra nömrəsi neçəyə gəldi düşdü? 4-ə. Deməli, hər zaman biz bu cür hesablama ilə tapdığımızdan bir vahid aşağıda yerləşir. Ona görə üzərinə 1 gələcəyik, olacaq sıra nömrəsi 4. İndi gəlirik bu misalımızın həllinə. D hərfinin buradakı koduna baxırıq. D hərfinin buradakı kod neçəyə bərabərdir? 3-ə. Yazacağım 3 vurulsun 5 üstü. Buradakı sıra nömrəsi nədir? 3. Üzərinə gələcəyik. B-nin kodu burada neçədir? 1-dir. 1 vurulsun 5-in kvadratı. Üzərinə gələcəyik. Burada A-nın kodu 0-a bərabərdir. Yazmağa ehtiyac yoxdur. Ancaq yazacağım. Anlamayanlar da dərk etsin. 5 üstü 1. Üzərinə gəlirik. C-nin sıra nömrəsi burada neçəyə bərabərdir? 2-yə. 2 vurulsun 5 üstü. Buradakı nömrəmiz 0. 5-in kubu 125 verir. 3-ə vurarkən 375 olacaq. 5-in kvadratı 25. Üzərinə gəlirik. 0-ı istənilən ədədə vurub bölərkən onsuz da 0 olacaq. Üstü 0 kəmiyyət nə olmasından asılı olmayaraq bizə hər zaman 1-i verir. 1-i 2-yə vurarkən 2 olacaq. Aldığımız cəm bizə 402-ni verir. Lakin yuxarıda qeyd etdiyim kimi hər zaman tapdığımız cavabın üzərinə 1 əlavə edirik və yekun cavabımız olur burada nə? 403.